Başınız ağrıyan zaman ya da özünüzü pis hiss edəndə təzyiqinizi tez ölçməyə başlayırsınız. Elə deyilmi? Təzyiqinizin bir qədər yüksəldiyini görüb bu hallarınızı təzyiq ilə əlaqələndirirsiniz. Amma bu kökündən səhv fikirdir. Niyə səhv olduğunu birazdan izah edəcəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki sağlamlıqla əlaqəli problemlərə peşəkar yanaşmalar bizim kanalımızdadır. Tibblə əlaqəli sizi narahat edən istənilən sualı şərh bölümünə yazın, cavablandıracağım. Ümumiyyətlə, arterial təzyiq nədir? Gəlin buna baxaq. Arterial təzyiq, ürəyin qanı damar sisteminə vurarkən damar divarına göstərdiyi təzyiqdir. İki komponentdən ibarətdir. Bir, sistolik, yəni yuxarı təzyiq. Ürək yığıldığı zaman yaranan təzyiqdir. Buna ürək təzyiqi də deyirlər. Normada 90-120 mm civə sütunu olmalıdır. 2. Diastolik, yəni aşağı təzyiq. Ürək boşaldığı, yəni istirahət etdiyi zaman damar sistemində qalan təzyiqdir. Bu damarın elastikliyi ilə əlaqəlidir və damar təzyiqi adlanır. Damarlar yaşla əlaqəli olaraq sərtləşdikcə diastolik təzyiq enir. Normada 60-80 mm civə sütunu olmalıdır. Bir də bu iki təzyiq arasında qalan fərq var. Buna isə nəbz təzyiqi deyirlər və normada 30-50 mm civə sütunu olmalıdır. Nəbz təzyiqinin az olması və çox olması müxtəlif patologiyalardan xəbər verir. Təzyiq niyə qalxır? Təzyiqin qalxmasının əsas səbəbləri və tez-tez baş verən səbəblər bunlardır. Birinci, stres və emosional gərginlik. Adrenalin və digər stres hormonları damarların daralmasına səbəb olaraq təzyiqi qaldıra bilər. 2. Duzlu qidaların çoxluğu. Natrium suyu orqanizmdə saxlayır, qan həcmini artırır. Bu da təzyiqin qalxmasına səbəb olur. 3. Piylənmə və az hərəkətlilik. İnsulin müqaviməti, damar sərtliyi və qan dövranında yüklənməyə səbəb olaraq təzyiqin qalxmasına gətirib çıxarır. İrsi meyillilik. Ailəsində hipertoniya olanlarda risk daha yüksəkdir. 5. Ürək və böyrək xəstəlikləri. Böyrəklər təzyiq tənzimləyici hormonlar istehsal edir. Bəzi böyrək xəstəliklərində təzyiq qalxa bilir. 6. Spirtli içkilər, siqaret. Bunlar da damar tonusunu artırır və damar sisteminə zərər verərək tədricən təzyiqin yüksəlməsinə səbəb olur. Və qocalıq. Yaş artdıqca damar elastikliyi azalır və damar sərtliyi artır. Bu da təbii olaraq təzyiqin yüksəlməsinə gətirib çıxarır. Bəs normada arterial təzyiq sabit qalmalıdırmı? Arterial təzyiq tamamilə sabit olmur. İdman zamanı bir qədər qalxır. Fizioloji hal. Yuxuda və sakit vəziyyətdə bir qədər enir. Stres, qorxu və ya ağrı zamanı isə arterial təzyiq qalxır. Buna görə baş ağrıları zamanı, stresə düşən zaman təzyiqinizi ölçürsünüzsə, onun yuxarı olduğunu görəcəksiniz. Qaçırılmalı qidalar isə aşağıdakılardır. Duzlu pendirlər, turşular, konservləşdirilmiş qidalar, kalbasa, sosisika və digər işlənmiş ətlər, qızardılmış yeməklər, enerji içkiləri və çox kafeinli çay və qəhvə. Bunlar təzyiqin qaldırır. Buna görə bu qidalardan qaçınmaq təzyiqə meyilli olan şəxslər üçün faydalı olacaq. Və həyat tərzi dəyişiklikləri ilə təzyiqi müəyyən qədər tənzimləmək mümkündür. Duz qəbulunu azaldır. İdman, həftədə 5 gün 30 dəqiqə sürətli gəzmək. Siqareti buraxmaq, stresi azaltmaq, arıqlamaq. Bunlar təzyiqin normallaşmasında böyük rol oynayır. 1 kiloqram arıqlamaq arterial təzyiqi təxminən 1 mm civə sütunu azaldır. Orta dərəcəli arıqlama təqribən 5-10%, təzyiqi salmaqla yanaşı şəkərli diabet, hiperlipidemiya və ürək xəstəlikləri riskini də azaldır. Əgər sizdə baş ağrısı varsa, bu təzyiqi qaldıra bilir. Stres, ağrı və narahatlıq zamanı bədəndə adrenalin və kortizol hormonları artır. Bu da damarları daraldaraq təzyiqi müvəqqəti qaldıra bilər. Yəni, əslində baş ağrısı təzyiqdən sonra yox, təzyiq baş ağrısının nəticəsi olaraq baş verir. Hər baş ağrısında təzyiqi ölçmək şərt deyil və bəzən lazımsız yerə insanı təşvişə salır.
Amma nə zaman təzyiq ölçmək məntiqlidir? Baş ağrısı zamanı təzyiqi ölçmək faydalıdır, əgər baş ağrısı ilə birlikdə bunlar da varsa. Başın arxa hissəsində güclü döyünən ağrı, bulanıq və ya ikili görmə, qulaqlarda köyük ürək bulanma, baş gicəllənmə, huşda dəyişiklik, burnun qanaması, sinədə ağrı, nəfəs darlığı. Bu hallarda təzyiqin ciddi şəkildə artması ola bilər və təcili tibbi yardım tələb oluna bilər. Və aşağıdakı şəxslər də təzyiqini tez-tez ölçməlidir. Miokard infarktı keçirmiş şəxslər, stenokardiya diaqnozu olanlar, ürək çaşmazlığı olanlar, böyrək xəstələri, insult keçirmiş şəxslər. Belə şəxslər təzyiqə həssas olduğu üçün təzyiqin yüksəlməsi onlarda əlavə fəsadlar törədə bilər. Buna görə də belə şəxslərin də təzyiqini tez-tez ölçməsi vacibdir. Amma sadəcə olaraq baş ağrısı üçün təzyiqin ölçülməsi, xüsusən də praktik sağlam şəxslərdə əlavə təşviş və həyəcan yaratmasına səbəb olur və faydalı deyil.